Salam. İlk dəfə tam tək, yəni heç kimdən bir yerdə yox. Deyəsəm, yox, ilk dəfə deyilmiş bu arada. Nəysə, amma stresli bir uçuşdu mənim üçün. Çünki uzun bir müddət ondan sonra Romada gözləməliyəm. Ondan sonra gedirəm Fatimənin yanına və ondan sonra Romada solo tripim başlayır. Which is exciting. Salam dostlar, mən və qoğalım hələ də yollardayıq. Mən indi burada hardasa bir 5 saat gözləməliyəm. Hardasa 3 saatdir ki buradayım. Çox çətin. Vaxt getmir. Vaxtın getməməyinin bir dənə də səbəbi odur ki, soyuqdur. Əynimdə 4 qat paltar var və mən indi də soyuqdan ölürəm. Yorğunluğumu üzümdən görə bilərsiniz. Çox uzun yol gəldim. Axırı hardasa yarım saata çatıram Fatimənin yanına. Dostlar, gəldim. Mənim güllərim, bu da mənim gülüm. Fatimənin mənə hazırladığı səhər yeməyinə baxın. Bunu bilirsən nə yiyəcəm indi? Sibir'de yaşadığımın kanıtı. Beləliklə biz hazırıq dostlar. Yok falan. Outfit check. Uşaqlar, Fatimə mənə bu dünyada çəkilə biləcək ən gözəl şəkilləri çəkdi. Toylara gəlirəm fotokopon. İndi isə gedirik yeməyə. Bir dənə pizza yerinə gəlmişik. Möhtəşəm görünür. Bu lahmacundur. Bir sanki. It's been 4 hours now since I've wandered through your place. Uşaqlar bir dənə yerə gəlmişik. O qədər qəşəng görsənir ki, inanılmaz. Bu nədir belə? Bu nədir belə? Uşaqlar, Venesiyanın yolkası biraz bizi disappoint elədi. Əyrimçər. Bu niyə belə əyridir? Mən onu başa düşməyə çalışıram. Literally əyrimçədir. Nəysə, yəni əsas təbiilidir. Əsas benim tasarımım. Gəldik Fatimə araşdırmalar nəticəsində qəşəng bir dənə restoran tapdı. Və gəldi makaron yeməyə. Amma necə makaron? Makaron yox, pasta. Banara. Alfredo pasta with chicken. İki dənə bir-birini tırkalayan və şirniyyatı çox sevən insan bir araya gələndə nələr olur? Çox xoşbəxtəm. İnşallah. Varımı bir şəkil daha. So, bugün də Viyana'da, Viyana Allah dedirdi. Venesiya'da son günümüz, Son ilk dəqiqələr. və son günümüz bitmiş bulunmaktadır. Venesiyanı çox bəyəndim, amma Fatimə olmasaydı bəyənməzdim. Ona görə buradan Fatiməyə qucaq dolusu salamlar. Fatimə, mən səni sevirəm. Mən də sənə qarşı boş deyiləm. Horon çəkdim. Çox Baldızlar burada ölməzdir. Yeni gündən hər birinizə salam. Uşaq heç sevmədiyimin bir daha fərqinə var dostlar. Salam, yorğunam, it günündəyəm, amma yəni ilk baxışdan sevgi, məhəbbət məncə budur. Filmimizi bəyəndin. Bomba kimidir, çox gözəldir. Çox şirindir. Ay Allah. Balkon var. Şarfın da patsetdi oradakı turbayla. Tak şu bu turba. Bu nədir lan? Nice. Uşaqlar çəkməyi unutduq.
Bir dənə dadlı bir şey yedik, çəyləydik. Şəklini qoyacağım. Bax qoydum. Ding. Qoydum. Eynən. Aşırtdıq onu, indi ikinciyə keçəcəyik. Bunu da aşırdacağıq. Biraz çox qoyarız, rahat bax. Ay, tamam. Çox qəşəng. Hasta. Müzeyin adı neydi? Museo del Novecento. Evet, Museo del Novecento. Ama buraya gelmemizin səbəbi təbii ki də biraz mədəniyyəti udmaq içərimizə belə mədəni istirahət deyil, şəkil çəkməkdir. Əsas məqsədi indi görəcəksiniz. Gəldiyimiz muzeyin viewsu tam Duomo'ya baxır. Baxın belə. Belənciyinə. Bəli dostlar, indi də gəlmişik Christmas Marketə baxırıq. Özü də düz Duomo'nun yanında deyil. Bura Duomo'da. Dostlar, hal-hazırdakı təəssüratlarıma görə mən Milanı çox bəyəndim. Bir də bilirsən nəyə fikir verdim? İnsan çox olsa da xaos yoxdur. O tamam mı? Sen de gel burada yaşa, ben geleceğim. Önümüzdeki yıl Buraya göçüyorum artık. Aha. Bəli dostlar. Gəldik indi bir dənə restorana. Təbii ki də yenə araşdırıb tapıb Fatimə xanım. Mənim bu səyahətdəki tur qaydım. uşaqlar 100 yıllık birikimle diyebilirim ki İtalyanlar bu işi bilir. Hiç evde pişirdiğimiz makaronlar kimi değil, emin olun. Aslında Margarita da geldi, heyecanlandı. Necədir? Danışla da. İndi mən baxıram dadına. İndiyə qədər İtaliyada yediyim ən dadlı şey. Uşaqlar, deməli belə bir məkana gəlmişik. Fotoğrafdan sonra şəkil çəkərik. Amma kokteylə 50 manat verəcəyik. Birinə ha uşaqlar, elə bilərsiniz ikisidir. Bu şəkli mən üçün eləmək Wow, çox hazıram. Thank you very much. Şəklimizə baxmırsa. Wow. Yani Buna buna görə benzer. biz 100 manat bugün burada qoyduq. Otelimiz bizə free drink verdi. Burada karaoke var, amma hamı Alman, İtalyan dilində oxuyur. Malkin baxır. Bir də biz də Malkin baxırıq. Dedim ki, Aha. bizim bugün Milanda planlarımız tamam fərqli idi. Gedib hardasa belə qəşəng yerdə oturmaq, içmək, əylənmək falan. Amma biz qocalmışıq dostlar. Biz yox, Ləman qocadı. Onu nə ilə aldatdıq? Bir dənə Milka Brownie ilə. Bir dənə də Pringles'a Night Out'u satdı bizə. Çox sağ ol. Çünki biz gedirik. Hara gedirik? Onu görərsiniz. Salam uşaqlar. Salam. Haradayıq? İsveçrə. Şəhər o qədər sakitdir ki, bir dənə sakit ol Fatimə. Buradaki Christmas marketler bizimki kimi değil. Daha chill'dı. Yine unuttuk ama Muhteşem. ekler, cappuccino Manzara. ve yani burada olmaq lazımdır. Bəlkə hal-hazırda sizə elə gəlir ki, sadəcə bir küçədir və sadəcə bir küçədə oturmuşuq belə. Amma yəni atmosfer, o his. Nasıl ki oturmuşsan İsveçrədə, dağlar, mənzərə, kofe içirsən, chill.
Rip Kamran, burada olsan çok beğenirdin. Tam böyle bakın bence. Onu oraya koysa udur. Biz Direkt- oynayaq da. Dostlar, funikürdayıq. Çıxırıq yuxarı. Uşaqlar hazırsınızsa sizə view-nu göstərəcəm. Bir 5 saat əvvəl deyirdim ki, mən burada yaşayaram. İndi demək istəyirəm ki, mən poxu yeyərəm. Təzahür etmək. Bu qədər sakit olmağı uje mənə belə anksiyetə verirdi. Elə bilirəm ki, gecə saat 3 zatdır. Mind you that saat 6-dır və bu yəni mərkəzə gedən yoldur. Dostlar, Lugano'da Son dəqiqələrimiz. Görüşənə dək deyəcəm, amma sabahdan mən yoxam. Allah Ləman ərəb qaçqınlarının oxşamı. Gözünüz adında lineri var. Lineri və yaraşırlar. dostlar, gəldiyim kimi də gedirəm, səni tərk edirəm. Fatişimlə çox gözəl vaxt keçirdim. Buradan Fatişimə təşəkkürlər. Ayrılıq. Social anxiety-nin tanıdığı qorxduğu o qız. Bəli dostlar, beləliklə yorğun, arğın şəkildə gəlib çatdım Romaya. Burada təkəm. Bəli dostlar, həyatımda birinci dəfə hostel experience yaşayıram. 4 dənə qızla qalıram və heç rahat deyil. Tualet bərbad gündədir və hamısı yatmışdı, işığı söndürüblər, işığı yandırıb normal hazırlaşa bilmədim. Ona görə makyajım bilməm necə olub. Neyse, amma yola vermək olar deyə düşünürəm. Sonunda gnocchi zakaz elədim. Bura gəldiyim ilk gündən bəri gnocchi zakaz eləmək istəyirəm. Və özümə prosecco zakaz eləmişəm. Gətirdiklərinə baxın. O boyda prosecco var. Əladır, yəni mən halımdan çox məmnunam hal-hazırda. Tək gəzmək maraqlıdır. Prosta özümü yalnız hiss edirəm bəzən. Cici. Bəli dostlar, gnyokkimiz gəldi. İndi dadına baxacağıq. Ooh, shit. Yeah. Gəlmişik bura. Ay, üzüm çox pis gündədir uşaqlar, bilmirəm niyə. Demək istəyirəm ki, hələ ki yeməmişəm, amma məncə bura gəlməyimə çox dəyib. O qədər gözəl görsənir ki, yəni o qədər crave elədiyim bir şeydir ki, hal-hazırda inana bilməzsiniz. Yəni. Uşaqlar aldım və çox vaxtında gəlmişəm, çünki bir dənə sıraya baxın. Belə bir park tapdım. Cappuccino'mu aldım. Bu da burada. Yəni hal-hazırda çox qəşəng bir vaxt keçiriləcəyimə çox əminəm. Bəli dostlar, bundan başlayırıq. Maritozo.
Necə dadlıdır. Yəni mənim həyatımda bu əksik imiş dostlar. Mənim həyatımda bu əksik imiş. Çox dadlıdır. Çok tatlı. All the lights in Miami begin to gleam, ruby blue and green, neon to the moon. Everything looks better from up. Tiramisu'muzu götürdük. Burada gördüğünüz hamı bu tiramisunu yoxlayır. Belə, sizi belə biraz dəxlisiz yerə qoymuşam. Amma ki, indi dadına baxırıq, görək necədir. Bu arada 5 euro verdim və 1960-cı ildən işləyir. Dostlar, belə görsənir. Çox da ürək açanı görsənmir, amma dadı inşallah ki, ürək açan olar. Ocean's blue. Yeni gündən salam dostlar. Sifətim yenə səpib, yenə itkinimdəyəm. Bu arada Happy New Year's və yenə buradayım. O qədər dadlıydı ki, yəni yemədən dayana bilmirəm. Ona görə son günümü də dəyərləndirmək istədim və yenə gəldim bura. Və dostlar, sizə yenə sıranı göstərirəm. Yəni mən bir daha baxın. Mən gələndə belə değildi. Mənim rutinlərimə bağlılıq. Belə dostlar, gəlmişik Vatikana. Çox xoşuma gəldi. Yəni hələ heç girməmişəm içinə, amma çox xoşuma gəldi. Baxın necə qəşəng görsənir. Axır ki bir uğursuzluqla biz də qarşılaşdıq. Hər yerə sırasız, rahat-rahat keçəndən sonra başıma bunların gələcəyini təbii ki də bilməliydim. Ən çox görmək istədiyim Vatikana hal-hazırda girə bilmirəm. Niyə? Çünki sırf 3-cü günlər, sırf 12-dən, sırf 3-ə qədər bağlıdır. Və girmək olmur. Uşaqlar, mənim cahilliyimə verin, amma mən 5 euro verib Panteona girdim. Yəni, buranın fişkası bu deşikdədir. ChatGPT-dən soruşdum, dedi ki, bu deşiyin çox ideal dairə olmasıdır şeyi.
belə fərqli eləyən bunu. Dostlar, indi isə bu hamının çox yaxşı tanıdığı yerə gəlmişəm. Amma problem orasıdır ki, qəpiyim yoxdur. Belə dostlar, bura gəlmək üçün uzun line gözlədim, amma düz Panteonun qabağında belə Osteria DNA Fabricana adında bir yerdə yeni il yeməyimi yeyirəm. Okay, let's go. Вот наш ликер, тирамису. Мне тоже покажи. Guys, it's my new friend. My new friend. My new friend. I got this feeling on the summer day when you were gone. I crashed my car into the bridge. I watched, I let it burn. I threw your shit into a bag and pushed it down the stairs. I crashed my Çox car var. into the Yəni mən çox qorxurdum ki, yeni il istədiyim kimi keçməz, amma hal-hazırda istədiyim kimi keçir. Və bu arada deyirlər, hansısa tətilə gedəndə ən sonuncu günün maraqlısı olur. Hal-hazırda onu yaşayıram. Və yəni bu uşaqlarla bir gün sonra artıq bir-birinizi görməyəcəyimizi görə çox qəribəyəm. I love